Bugün burada açılan sergi sade bir sergi değil ve bunun büyük siyasi, büyük milli manası var. 40 nəfərdən çox fotoqraf burada iştirak edib. Hətta beynəlxalq dərəcəli foto müsabiqə olduğu üçün bizim xarici fotoqraflar da Qarabağda olan fotoqraflarımız da bu müsabiqədə iştirak ediblər. 400-ə yaxın foto gəlmişdir. Fotolar 1-dən 10-a qədər dəyərləndirilmiş və seçilmişdir. Qaliblər təyin olunmuşdur. İndi birinci yerə çıxan şəkil bir qaydışın şəklidir. Orada abad evlər, abad məhəllə. Bu yöndən yəqin ki, qiymətləndirilib və o şəkil birinci yerə çıxır. O tarixi yerlərini görmək, o hissləri yaşamaq, o tamam fərqli bir hisslər. İşğaldan azad olunmuş bölgələrdə bir çox layihələr, fotoreportajlar hazırlanmışdım və bu müsahibəni görəndə sevindim və dedim ki, mənim də arxivimdə belə fotolar var. Profesional fotoqraf olduğum üçün işləm artıq qalan vaxtlarda onları Qarabağın gözəlliyini çəkərək dəyərləndirməyə çalışırdım. Profesional fotoqraf deyiləm, sadəcə həvəskar fotoqraf kimi qatılmışam bu yarışa. 2022-ci il Ağdama səfər zamanı çəkdiyim foto yarışda həvəskarlar arasında yer tutubdur. Böyle bir fotoğraf yarışması olduğu duyunca katılmak istedim. Karabağ çok farklı bir coğrafya gerçekten. Orada insanın hisleri bambaşka oluyor. 20 ildən, 30 ildən sonra gələn nəsillər məhz bu şəkillərə baxmaqla Azərbaycanın zəfərini və zəfərdən sonra keçilən prosesləri, doğma yurda qayıdışı məhz həm də bu şəkillər vasitəsilə xatırlayacaqlar. Ümumiyyətlə istənilən şəkil, istənilən video bir tarixə çevrilir. Bu da ən yeni tariximizdir.